Господь, просим Тебя, благослови сейчас это слово. Ya Rab, səndən xahiş edirik ki, bu sözə xeyir dua verəsən И, Господи, просим Тебя, благослови наше восприятие. və bizim qəbul etməyimizə xeyir dua ver, Ya Rab. Все процессы наши мыслительные, Господи. Bizim bütün düşünən prosesləri xeyir dualandır. Передвижение наших мыслей. Bizim düşüncələrimizin hərəkətinə xeyir dua ver. Благослови это время. Bu bu vaxta xeyir dua ver. Веди нас, Господи, в поклонении, в прославлении. Bizi izzətlənmədə apar. Веди нас в радости, Господи. Bizi sevincdə Наполни irələ нас, apar. наполни нас bizi, Твоей yəni. любовью. Öz məhəbbətinlə doldur bizi. Благослови это время. Bu vaxta xeyir dua Во ver. имя Иисуса Христа. İsa Məsihin adıyla. Аминь. Amin. Аминь. Amin. Последние несколько проповедей. Что мы делаем последние несколько проповедей? Son bir neçə vəzi biz nə edirik? Мы читаем из рождественской истории Biz milad əhvalatlarını oxuyuruq и пытаемся раскрыть эти отрывки немножко по-другому. və bu parçaları biraz fərqli cəhətdən araşdırmağa başlayırıq. Пытаемся увидеть, что рождественская история содержит не только радость, Yəni biz baxırıq ki, milad əhvalatları yalnız sevinc gətirmir. но также Həmçinin очень много mудрости, çoxlu müdriklük gətirir. учения, Təlim var orada, опыт təcrübə var и очень много всего. və çox şeylər var. Есть так много в рождественских историях. Milad hadisələrində çox şeylər var. Когда мы просто читаем эти места, Sadəcə olaraq biz bu yerləri oxuyuruq и Бог обучает нас жить сегодня. və Tanrı bizi bugün yaşamağı öyrədir. Он учит нас радоваться Tanrı bizə öyrədir sevinməyi. тому, что произошло 2000 лет назад. Аминь. Он учит нас радоваться этому. O bizə 2000 əvvəl baş verən şeylərə sevinməyi Он öyrədir. учит нас ценить тому, что произошло. O zaman baş vermiş hadisələri qiymətləndirməyi Но öyrədir. также Həmçinin Он учит нас жить. o bizə Через yaşamağı öyrədir. Рождество Milad vasitəsilə. Он учит нас жить сегодня. O bizə bugün yaşamağı öyrədir. И сегодня мы продолжим в этом же ключе. Və bax bu cür biz davam edəcəyik bugün. И мы откроем Евангелие от Матфея, Biz Məttanın müjdəsini açacağıq. 2 главу. 2-ci fəsli. И мы прочитаем с 13 стиха. 13-cü bənddən oxuyacağıq. Значит, в 12 стихе те мудрецы, которые пришли поклониться Иисусу, O müdriklər ki, 12-ci bənddə İsa'nın yanına istayiş ibadət eləməyə gəlmişlər. написано, они получили откровение, чтобы не возвращаться тем путем, которым они пришли. Və orada yazılıb ki, onlara xəbərdarlıq oldu ki, onlar gəldikləri yoldan qayıtmasınlar geri. 13 стих. 13-cü bənd. Когда же они отошлись, и ангел Господень является во сне Иосифу и говорит: «Встань, возьми младенца и матерь его, и беги в Египет, и будь там, доколе не скажу тебе, ибо Ирод хочет искать младенца, чтобы погубить его». Müdrik adamlar yola düşəndən sonra Rəbbin bir mələyi Yusifə röyada görünərək dedi: "Qalx, körpə ilə anasını götür, Misirə qaç. Mən sənə xəbər verənə qədər orada qal. Çünki Hirod körpəni öldürmək üçün axtarmağa başlayır." И он встал, взял младенца и матерь его, ночью пошел в Египет. Beləliklə Yusif qalxdı, həmin gecə körpə ilə anasını götürüb Misirə yollandı. 20 стих. Давайте с 19 стих. Gəlin 19-cu bənddən oxuyaq. «По смерти же Ирода се ангел Господень во сне является Иосифу в Египте. Hirod öləndən sonra Rəbbin bir mələyi Misirdə Yusifə röyada görünüb dedi: И говорит: «Встань, возьми младенца и матерь его, иди в землю Израилеву, ибо умерли искавшие души младенца». Qalx, körpə ilə anasını götür, İsrail ölkəsinə qayıt.
Çünki körpənin canını almaq istəyənlər öldü. Я думал о нескольких вещах из этого отрывка. Bu parçadan bir neçə şey haqqında Во-первых, düşündüm. это удивительное вмешательство. Birincisi, çox belə heyrətamiz bir deməli, Ряб Гаршип, rəm məsələyə qarşı. Когда Иосиф даже и не подозревал, что происходит. Hətta deməli Yusif heç fikrinə gəlmirdi ki, nə baş verir. Но Бог вмешивается, Бог говорит: «О, ты не знаешь, но вот что нужно делать. Amma Tanrı qarışır məsələyə və deyir ki, sən bilmirsən, amma bax belə etmək lazımdır. Вот что нужно делать». И Иосиф слушает. Və Yusif qulaq asır. И затем Və sonra Бог опять говорит. Tanrı yenə deyir. И говорит: «Вот я говорил тебе идти туда, Deyir, bax mən sənə deyirdim ora get. сейчас я говорю тебе возвращайся». İndi isə deyirəm ki, indi geri qayıt. И я думал вот о чем. Bax mən nə Когда мы barədə говорим о воле Божьей, biz Tanrının iradəsi haqqında и deyəndə, это первое, что мы услышим сегодня. Birinci Когда мы говорим о eşitdiyimiz şey. воле Божьей, Tanrının iradəsi haqqında danışanda, она очень динамичная. o çox И hərəkətlidir. Бог может вести нас в это время одним образом, в Tanrı другое время другим образом. Tanrı bizi bir vaxt bu yolla aparır, başqa bir vaxt isə başqa И yolla Он говорит: aparır. сейчас тебе нужно идти в Египет. Və Tanrı deyir ki, indi sənə Misrə getmək Затем Он lazımdır. говорит: все, возвращайся из Египта. Sonra deyir ki, sən qayıtmalısan artıq oradan. Это не так, если Бог сказал мне что-то. Продолжать мне? Это не так, если Бог сказал мне что-то сейчас. Yəni bu o demək deyil ki, indi Tanrı mənə nəsə deyib Я думаю: окей, я это услышал. və mən dedim ki, hə mən eşitdim bunu. Я взял это на заветку на всю жизнь. Mən bunu ömürlük qulağımda sırğa saxladım. Конечно, в вопросах учения, аминь. Əlbəttə təlim barədə amin. Bu Но şeylər. когда речь идет о Божьем söhbət- направлении, Söhbət Tanrının istiqamətindən о воле gedirsə, Божьей для моей жизни, mənim həyatımda Allahın iradəsi varmı? мне нужно слушать от Бога постоянно, Mən hər zaman Tanrıdan eşitməyə hazır olmalıyam. потому что настолько важен Его совет в ситуациях. Çünki vəziyyətdə onun məsləhəti çox vacibdir. Вот о чем мы будем говорить: совет в ситуациях. Yəni hər hansı bir vəziyyətdə Tanrının məsləhəti. Да. И знаете, советник — это одна из древнейших профессий, кстати. Bilirsiniz, məsləhətçi ən qədim sənətlərdən biridir, peşələrdən biridir. Интересно, люди всегда хотели, чтобы им кто-то посоветовал. Maraqlıdır. İnsanlar həmişə istəyirlər ki, kimsə onlara məsləhət versin. Как часто я задаю себе этот вопрос. Mən bunu nə qədər tez-tez özümə bu sualı Что мне verirəm. теперь делать? Mən indi nə edeyim? Я в такой ситуации, Elə что мне vəziyyətə теперь düşmüşəm, делать? nə edim indi? Или я не знаю о ситуации до конца. Və yaxud da mən vəziyyəti tam axıra qədər Ой, я bilmirəm. бы хотел объективного человека, который бы пришел и сказал мне: вот что на самом деле происходит. Mən obyektiv bir adam axtarıram ki, o mənə gəlsin, desin ki, bax əslində bu baş verir. Как здесь ангел Господень приходит Burada Tanrının mələyi и gəlir говорит: смотри, вас убьют. və gəlib deyir ki, bax sizi öldürəcəklər. Тебе нужно идти в Египет. Sənə Misrə getmək А lazımdır. затем говорит: все, тебе нужно возвращаться. Sonra deyir ki, bitdi, indi səni Это dala совет. qayıtmaq lazımdır. Bu Это məsləhətdir. совет, которому Иосиф прислушался. Bax bu məsləhətə Yusif qulaq asdı. На самом деле нам нужен совет. Əslində bizə məsləhət lazımdır. Очень интересная статистика. Çox maraqlı bir statistika var. Она не совсем новая, Bu tam yeni ей deyil, уже почти год, artıq bir ildir. но самый знаменитый искусственный интеллект. Ən məşhur süni intellekt. И мы его не рекламируем Və сейчас. biz onu əslində reklam etmirik. Но это ChatGPT. Amma bu ChatGPT deyilən bir intellekt. Примерно год назад Demək olar ki, bir il были əvvəl опубликованы данные. necə? Была опубликована статистика. Yəni hesabat verilmişdi. Больше Dərc olunmuşdu. 800 миллионов активных пользователей. 80 milyondan artıq aktiv istifadəçilər var. Иногда доходит до миллиарда. Hətta bəzən milyarda И çatır. они показывали еженедельные статистики. То есть, Да. возможно, этих людей намного больше, но каждую неделю
около 800 миллионов, до миллиарда людей пользуется чатом GPT. Yəni ki, hər həftə və hər gün insanların hesabatları göstərilir. Bəzən 80 milyon, bəzən də 1 milyarda çatır. И знаете, какие больше всего запросы? Bilirsiniz, ən çox nəyə axtarış Они не verilir? раскрыли, конечно, они не раскрывают запросы, которые там задавались, но направление. Əlbəttə, onlar tam açmırlar ki, hansı, dəqiq hansı, nəyə tələbat çoxdur da, nəyə soruşulur. Amma Это istiqaməti это göstərilir. жизненные советы. Bu, həyati məsləhətlər. Жизненные советы. Həyati Что мне məsləhətlər. делать, я в такой ситуации? Belə vəziyyətə düşmüşəm, Как nə мне edim? быть, я в такой Mən ситуации? necə, Вот со mной случилось это, как bax, мне mənə быть? belə başıma belə iş gəlir, nə edim indi? Такого рода запросы. Bax, beləncik sorğular verilir. Я не знаю, что мне делать. Mən bilmirəm nə edim. Это часто крик души человека. Bu çox vaxt insanın qəlbinin Я не знаю, что çığırtısıdır, мне делать. qışqırığıdır. Я Mən готов bilmirəm. заплатить за то, что вы мне посоветовали. Mən bunun üçün pul ödəməyə hazıram. Я готов Mənə прийти к məsləhət профессионалу. etsin. Mən professionalın yanına getmək Я готов istəyirəm. прийти к человеку, рассказать ему ситуацию. Mən bir insanın yanına gedib ona vəziyyəti danışmaq Пусть он istəyirəm. посоветует мне, как правильно. Qoy mənə məsləhət eləsin ki, necə düzgün olar. И у нас же bывает, мы рассказываем, правда? Bizdə belə olur da, biz danışırıq, Мы söhbət рассказываем человеку, ожидаем mудрый совет. edirik və biz insana danışırıq və müdrik bir məsləhət А gözləyirik. иногда бывает такое, мы слушаем этот совет Və bəzən də biz bu məsləhətləri и qulaq говорим, asırıq да он вообще не понимает моей ситуации. və biz deyirik ki, bu heç mənim vəziyyətimi başa О, я düşmür. думал, я мудрое что-то услышу, но он настолько далек от моей ситуации. Mən Нет, elə это не bilirdim то, ki, что я bu mənə хотел müdrik bir услышать. Məsləhət verəcək, amma o qədər məndən uzaqdır ki, mənim Это məsələlərim. очень субъективно. Yəni bu çox subyektivdir. Я хочу услышать по-настоящему мудрый совет, объективный, именно для меня, именно для моей ситуации. Mən əsl obyektiv bir vəziyyətimlə, mənim vəziyyətimə aid olan bir məsləhət И istəyirəm. я ищу этого. Və mən bunu axtarıram. И это хороший бизнес также. Bu həm də yaxşı bir biznesdir. Есть советники, есть вот такие вот нейросети. Знаете, Məsləhətçilər var, neyrosetlər var. сколько еще всего придумается? Bilirsiniz, hələ nə qədər icad eləyəcəklər. Таких искусственных советников. Belə süni məsləhətçiləri. Потому что мне нужен совет. Çünki mənə məsləhət lazımdır. Потому что я кричу, моя душа кричит о том, я не знаю, что делать со своей жизнью. Və mənim qəlbim qışqırır və mən bilmirəm mən öz həyatımla nə edim. Я не знаю, как правильно поступить. Mən bilmirəm necə düzgün hərəkət eləyim. Куда мне идти с этим? Bununla mən hara gedim? Я в тупике. Mən Тупик-те. dalandayam. Ага. Mən dalandayam. İlişim qalmışam yəni. Да. Это плачевная ситуация. Bu çox ağlamalı vəziyyətdir. Но мы находимся в ней. Amma biz oradayıq. Мы находимся в этой ситуации. Belə bir vəziyyətin içindəyik. Как это было красиво, когда Бог вмешался в жизнь Иосифа. Bu çox gözəl idi ki, nə vaxt ki Yusifin həyatına И dal такой Tanrı совет. qarışdı və belə məsləhət verdi. Просто иди туда, Dedi, bu ora get, а сейчас возвращайся обратно. indi geri qayıt. Иосиф знал, Yusif это bilirdi. самое правильное, это самое классное, мне просто нужно идти туда, а потом обратно. Bu ən gözəl bir məsləhətdir. İndi sadəcə ora gedirəm, sonra da Хотелось бы вам так? belə istəyərdiniz. Классно, правда? Gözəldir, əladır. Книга пророка Исаии. Yeşaya peyğəmbərin kitabı 9 глава, 9-cu fəsil. 6 стих. 9-cu fəsil 6-cı bənd. «Ибо младенец родился нам, сын дан нам, владычество на раменах его, и нарекут ему имя чудный, советник, Бог крепкий, Отец вечности, князь мира». Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi. Hakimiyyət onun çiyinləri üzərində olacaq. Onun adı ecazkar məsləhətçi, qüdrətli Allah, əbədi ata, sülh hökmdarı olacaq. Насколько это удивительно,
Bu nə qədər heyrətamizdir. что Иисус Христос İsa Məsih назван здесь советником. burada məsləhətçi adlandırılır. Насколько это удивительно. Bu nə qədər gözəldir. Насколько я нуждаюсь в совете. Mən nə qədər Насколько məsləhətdə моя душа кричит об этом. mənim qəlbimin И ehtiyacı var. Nə qədər мы не скрываем это. Это не скрытая нужда. Человечество кричит об этом. İnsanlar bunu qışqırır və gizli bir şey deyil bu. И Библия открытым текстом Və Bibliya açıq bir şəkildə deyir. говорит, Сын дан нам. Bizə oğul verildi. И как его зовут? Və adı nədir? Его зовут Советник. Onun adı məsləhətçidir. Сын дан нам. Oğul verildi bizə. Как его зовут? Onun adı Он nədir? Советник. O məsləhətçidir. Нам дан Советник. Bizə məsləhətçi verildi. Человеку нужен Советник. İnsana məsləhətçi lazımdır И Бог дает Советника. və Tanrı məsləhətçi verir. Это слово, оно очень интересное. Bu söz çox maraqlıdır. В оригинале Orijinalda это не просто дать совет. bu sadəcə məsləhət vermək demək deyil. Это означает, он может решать. Bu o deməkdir ki, o həll edə bilər. Он может запланировать все, увидеть все в полном свете. O qərar çıxarda bilər və planlaşdıra bilər bütün vəziyyəti. Запланировать, Planlaşdıra bilər увидеть Görə bilər. объективно и obyektiv и şəkildə дать решение və qərar çıxarda bilər совершенным образом. və o kamil bir У şəkildə него həlli verə есть bilər. совершенный совет. Onun kamil məsləhəti var. Он знает ситуацию. O vəziyyəti bilir. Когда я прихожу к советнику, к Mən человеку, məsləhətçinin yanına когда мне gələndə, нужен совет, məsləhət lazım olanda, нанимаю я mən o человека adamı или tuturam прихожу на və yaxud консультацию, məsləhətinə gəlirəm или распечатываю свою və yaxud ситуацию öz в vəziyyətimi какой-то çap нейронной edirəm сети. neyrosetdə. Как много я могу передать? Mən nə qədər ötürə bilərəm? Как много я могу рассказать? Mən nə qədər danışa bilərəm? Ведь есть вещи, которые я не расскажу. Amma axı elə şeylər var ki, mən Я danışmayacağam. просто не могу. Mən bacarmayacağam. Я не расскажу их. Mən danışmayacağam onlara. И о моих мотивах, Mənim niyyətim, о скрытых мыслях. gizli fikirlərim К чему бы это ни относилось. nəyə aid olması nasıl Если это моя работа, Mənim işimdir, если это моя семья, ailəmdir, если это моя церковь, kilsəmdir. что бы это ни было, Nə olursa olsun, я не передам все. mən hər şeyi Это и ötürməyəcəm. невозможно. Mümkün deyil. Потому что так много исходит просто из моего естества, из того, кто я, из того, какой Çünki я. çox şey mənim təbiətimdən, mən necə adamam, ondan ortalığa çıxır. Как я могу загрузить всего себя на флешку? Mən bütün özümü fleşkaya nətər yükləyə Как я bilərəm? могу за полчаса передать все свое естество, Mən yarım saata öz mövcudiyyətimi, öz varlığımı necə ötürə bilərəm? чтобы кто-то дал совершенный совет? Kimsə mənə bir kamil məsləhət versin. Но есть Amma var. тот, кто знает меня. O adam ki, o kəs ki, o məni bilir, Не тот, кто tanıyır. со мной знаком, тот, кто знает меня. O kəs ki, məni tanıyır. Не мои мысли, Mənim fikirlərim yox. состав моих мыслей. Mənim fikirlərimin tərkibi. Terkibini. Он знает состав моих мыслей. Mənim fikirlərimin tərkibini o bilir. Настолько глубоко. Nə qədər dərindir. Мне не нужно много времени, чтобы рассказывать ему. Mənə çox vaxt lazım deyil bütün bunları ona danışım. Чудный советник. Ecazkar məsləhətçi. Когда произошло Рождество, Milad baş verəndə что на самом деле произошло? əslində nə baş verdi? Бог начал разговаривать со мной по-другому. Tanrı mənimlə başqa cür danışmağa başladı. Он открыл свои уста по-другому. O öz dodaqlarını başqa cür açdı. Когда произошло Рождество, Milad baş verəndə советник вошел в мир. məsləhətçi dünyaya gəldi. Чудный советник. Ecazkar məsləhətçi. Он родился, он пришел. O doğuldu, o gəldi И через него və onun vasitəsilə пришел невероятный совет, духовный совет в мою жизнь. inanılmaz bir məsləhət mənim həyatıma daxil oldu.
через Иисуса Христа, İsa Məsih через то, vasitəsilə, что Он пришел в мир. onun dünyaya gəlməsi vasitəsilə Я получил Слово Божье. mən Allahın kəlamını aldım. У меня есть совет. Məndə məsləhət var. Через то, что пришел Иисус Христос. İsa Məsihin gəlməsi У vasitəsilə меня есть Дух Святой. məndə müqəddəs ruh var. Через то, что пришел Иисус Христос. İsa Məsihin gəlməsi У vasitəsilə меня есть церковь, у меня есть тело Христа. mənim kilsəm var, Məsihin Собрание bədəni var. людей, İnsanların toplantısı. которые вместе, потому что мы прославляем Господа вместе, потому что мы ищем Его совета Biz вместе. birlikdəyik çünki biz onun məsləhətini birlikdə axtarırıq. Мы здесь в одном направлении. Biz burada bir istiqamətdəyik. Через приход Иисуса Христа. İsa Məsihin gəlişi vasitəsilə. У меня есть еще кое-что. Məndə daha bir şey var. Филиппийцам 2 глава, Filiplərə 2-ci fəsil, 5 стих. 5-ci bənd. Здесь говорится, «Ибо в вас должны быть те же чувствования, какие во Христе Иисусе». Deyilir ki, sizdə Вот. var. Məsih İsa necə düşündü, siz də elə düşünün. В вас должны быть те же чувствования, что и во Христе Иисусе. Sizdə də eyni ilə Məsih İsa'da olan düşüncələr olmalıdır. Через приход Иисуса Христа. İsa Məsihin gəlişi vasitəsilə. Я смотрю на то, как Он жил. Mən baxıram, o necə yaşayır. Я всматриваюсь на то, как Он поступал. Mən kənardan baxıram, o necə hərəkət eləyirdi, necə Что Он выбирал, да? Что nəyi Он выбирал. seçirdi, yəni nəyi seçirdi. Я хочу прочувствовать это. Mən bunu hiss eləmək istəyirəm. Я хочу прочувствовать, почему Иисус выбирал так. Mən hiss eləmək istəyirəm ki, İsa niyə bu belə hərəkət eləyirdi? Почему Он делал так, а не иначе. Bax, o belə hərəkət elədi, başqa cür eləmədi. Его жизнь, Onun həyatı, Его общение, onun ünsiyyəti, как Он общался с nизкими по статусу людьми. o özündən statusca aşağı insanlarla Чего Он necə обычно, hərəkət eləyir? чего он обычно держался. Və o nədən özünü saxlayırdı? Как он обычно общался. Adətən o necə ünsiyyət edirdi? Как он обычно решал проблемы. Və problemləri adətən necə həll edirdi? Разные ситуации. Müxtəlif vəziyyətlərdə. Он всегда выбирал что-то. O həmişə nəyisə И seçirdi. я смотрю на Его волю Və mən onun iradəsinə в Слове baxıram. Божьем. В Слове Божьем. Allahın kəlamında. И это невероятный совет. Və bu inanılmaz bir Это məsləhət. совет для меня. Bu mənim üçün Когда я məsləhətdir. смотрю на Иисуса. Mən İsa Məsihə Именно таким baxanda, образом. bax belə bu О, yolla. Иисус, я хочу понять это. Почему ты делаешь так? Deyirəm, İsa, mən başa düşmək istəyirəm. Sən niyə belə edirsən? Не просто понять, что ты делаешь, Yəni sadəcə olaraq belə yox ki, sən nə edirsən? но понять твою волю в Amma отношении sənin этого. bu hərəkətə münasibətivi, iradəvi bilmək istəyirəm. И это невероятный совет. Və bu çox inanılmaz bir məsləhətdir. Все, что мы назвали. Bütün dediklərimiz Слово Божье. Allahın kəlamı, Как юноше содержать в чистоте путь свой. bir cavan öz yolunu, öz həyat yolunu necə təmiz saxlasın? Хранением себя по Слову Твоему. Allahın kəlamında özünü saxlamaqla, Дух Святой. müqəddəs ruh, Исполняйтесь Духа. ruhla dolun. Тело Христа. Məsihin bədəni. Не оставляйте собрания своего. Öz toplantılarınızı tərk etməyin. Yəni, Мысли Иисуса Христа. İsa Məsihin düşüncələri. Они у нас должны быть такие же. Bax, bizdə də eyni ilə belə düşüncələr olmalıdır. Это огромный совет. Bu böyük bir, nəhəng Это bir невероятный məsləhətdir. совет. Bu inanılmaz məsləhətdir. На Рождество к нам пришел советник. Milad bayramında bizə məsləhətçi gəldi. И он принес
невероятно огромный пакет совета. Və o özü ilə nəhəng, inanılmaz bir məsləhət paketi gətirdi. Совет – это не то, чего должно у нас не доставать. Məsləhət o deyil ki, bizdə çatışmır o. У нас много совета. Bizdə çoxlu То, что məsləhətlər так var. нужно этому миру, Bu dünyaya belə то, что lazımdır. так нужно мне, моей душе, Bu dünyaya necə lazımsa mənim qəlbimə каждому necə lazım. Hər человеку bir insana совет. məsləhət Он пришел в Рождество. miladda gəldi. Оно есть. O var. И я хочу пользоваться. Və mən bundan istifadə etmək Я istəyirəm. хочу жить в совете. Mən məsləhətdə принимать yaşamaq совет. istəyirəm. Хотите ли вы знать, как вам поступать? Siz bilmək istəyirsiniz necə hərəkət Те edirsiniz. вещи, которые мы назвали, O şeyləri ki biz adlandırdıq. обращайтесь к ним. Onlara müraciət edin. Обращайтесь к Слову Божьему. Allahın kəlamına Обращайтесь, müraciət edin. читайте Библию, читайте Bibliyanı ее oxuyun. внимательно, читайте ее с Diqqətlə молитвой. oxuyun. Onu dua ilə oxuyun. Приходите в церковь, Kilsəyə gəlin. имейте общение здесь, Burada ünsiyyətə malik olun. дружите с людьми, İnsanlarla dostluq eləyin. знакомьтесь, Tanış olun. учитесь любить. Sevməyi öyrənin. Любить тех людей, которых иногда тяжело любить. O insanları sevməyi öyrənin Понимать ki, тех людей, onları ко- bəzən ağırdır sevmək. Понимать тех людей, которых трудно понять. O adamları başa düşməyə çalışın ki, bəzən onları başa düşmək çətindir. Будьте уверены, Əmin olun. что вы внимательны здесь к людям. Əmin olun ki, siz buradakı insanlara diqqətlisiniz. Вы можете получить жизненно важный совет из тела Христа. Siz Məsihin bədənindən həyatınız üçün vacib olan məsləhəti ala bilərsiniz. Не от пастора, Pastordan yox, не от старейшин, ağsaqqallardan yox, не от служителей. xidmətçilərdən yox. Нет. Xeyr. От совсем неожиданной стороны. Birdən gözlənilmədiyiniz bir adamdan. Это и есть благословение тела Христа. Bax bu Məsihin xeyir duası bu deməkdir. Жизнь Иисуса Христа. İsa Məsihin həyatı. Смотрите на это вообще по-особенному. İsa Məsihin həyatına ümumiyyətlə xüsusi bir yolla baxın. Как Он жил и что Он выбирал. O necə yaşayıb və necə seçib. И старайтесь думать так же. Və çalışın belə düşünün. Меняйте свои мысли. Öz fikirlərinizi, öz düşüncələrinizi dəyişdirin. Знаете, передумывать иногда это очень хорошо. Bəzən fikrindən daşınmaq çox yaxşıdır. Дух Святой, Müqəddəs ruh. исполняйтесь Духом. Müqəddəs ruhla dolun. Просите у Бога. Allahdan xahiş Господь, edin. исполни меня Духом Твоим. Allahdan xahiş edin ki, öz müqəddəs ruhunla məni doldur. Я хочу ходить исполненным Духом Святым, Mən müqəddəs ruhla dolmuş gəzmək istəyirəm. наполненным Тобой. Səninlə dolmuş. И если это так, Əgər bu belədirsə, Он будет советовать вам. o sizə məsləhət Он verəcək. будет направлять вас в вашей жизни. O sizi sizin həyatınızda O будет открывать istiqamətləndirəcək. O sizə açacaq. У Него есть объективность. Onda obyektivlik var. У Него и только у Него. Yalnız ondadır. Итак, Рождество Beləliklə milad. – это приход советника. Bu məsləhətçinin gəlişidir. Сын дан нам, Bizə oğul verildi. советник дан нам. Məsləhətçi verildi. Аминь. Amin. Отец наш Небесный, Господь, спасибо Тебе. Göylərdə olan atamız, çox sağ ol. Спасибо за то, что у Тебя есть совет для нашей жизни, Господи. Çox sağ ol ki, bizim həyatımız üçün səndə ya Rəbb məsləhət var. Есть направление, есть лучший путь. İstiqamət var və yaxşı yol var. Да, Господь. Постоянно веди нас в этом направлении, чтобы мы искали совета от Тебя и в Тебе. Hər zaman bizi bu yolda apar ki, biz yalnız və səndə və səndən alaq. Ты советник чудный. Sən ecazkar Это Ты, məsləhətçisən. Господи. Ты Сенсен. советник чудный. Sənsən ya Rəbb. Ты говори к нам. Sən bizə Ты danış. советуй, Ты веди, Господи. Sən bizə danış və sən bizi apar. Нет тенденции этого мира. Bu dünyanın yolu yox.
Ты веди нас. Sən bizi apar. Если кто-то из тех, кто слушает это послание Əgər bu sözə qulaq asan и varsa эту молитву, və bu duanı eşidən varsa и вы никогда не чувствовали, что Бог советует вам, və siz heç vaxt hiss etməmisiniz ki, Tanrı sizə məsləhət и verir вам нужен совет, və sizə məsləhət lazımdır и вы не знаете, куда идти, və siz bilmirsiniz hara gedəsiz. и вы запутались в вашей жизни, Həyatınızda dolaşmısınız, azmısınız. вам нужен Иисус. Sizə İsa lazımdır. Он советник чудный. O ecazkar Он пришел в məsləhətçidir. этот mир, O bu dünyaya gəlib ki, чтобы мы знали, куда идем. biz hara getdiyimizi Поверьте bilək. в Него, Ona inanın. примите Его в свое сердце Onu И öz скажите- ürəyinizə qəbul edin və и deyin скажите Богу: və Tanrıya deyin. Бог, я прошу Тебя, Tanrı, mən xahiş edirəm. прости все мои грехи. Mənim bütün günahlarımı Я bağışla. принимаю Иисуса Христа Mən İsa Məsihi ürəyimə qəbul edirəm. как своего Спасителя. Öz xilaskarım kimi. Я верю в то, что Он пришел в этот мир для меня. Və mən inanıram ki, İsa Məsih bu dünyaya mənim üçün И gəlib Он умер за меня на кресте. və mənim üçün çarmıqda ölüb И Он воскрес. və dirilib. И я верю, что воскресну и я. Mən inanıram. İnanıram ki, mən də diriləcəm. Скажите эту молитву. Bu duanı deyin И будьте уверены, və будьте уверены, əmin olun. Бог спас вас. Tanrı sizi xilas edib. Да, Господь. Bəli, Rəbb. Спасибо, Боже. Çox sağ ol, Yarı. Именем Иисуса Христа. İsa Məsihin adı ilə. Аминь.